Şahin quşu təbiətin ən mükəmməl yırtıcılarından biridir və həyat tərzi tamamilə ov üzərində qurulub. Dünyada 50-dən çox şahin növü var və demək olar ki, bütün qitələrdə yayılıblar. Açıq əraziləri, dağlıq zonaları və yarımsəhraları seçirlər. Günün böyük hissəsini yüksəkdən müşahidə edərək keçilir, enerjini boşa xərcləmirlər. Şahinin görmə qabiliyyəti insanla müqayisədə təxminən 8 dəfə güclüdür. 1 kilometrdən xırda bir gəmiricini və ya quşu seçə bilir. Gözlərindəki xüsusi fotoreseptor sıxlığı hərəkəti çox dəqiq ayırd etməyə imkan verir. Bu üstünlük onu havanın snayperinə çevirir. Sürət baxımından şahinlər rekordçudur. Xüsusilə peregrin şahinləri dalış zamanı saatda 300-390 km sürətə çata bilir. Bu onları yer üzündəki ən sürətli canlı edir. Hücum zamanı bədəni ox kimi yığılır, hava müqaviməti minimuma enir. Çoxalma mövsümündə şahinlər monaqam olur. Adətən ildə 2-4 yumurta qoyurlar. Balalar təxminən 30-35 günə çıxır və bir neçə ay valideynlərin nəzarətində ov etməyi öyrənir. Təbiətdə orta ömürləri 10-15 il, əsirlikdə isə 20 ilə çata bilər. Müdafiə strategiyaları əsasən sürət və manevr qabiliyyətinə əsaslanır. Təhlükə zamanı yüksəklik qazanır və ya ani istiqamət dəyişir. Yuvalarını isə çox aqressiv qoruyurlar. Ov axtarışı əsasən vizual müşahidə ilə aparılır. Şahinlər kiçik quşlar, gəmiricilər və bəzən sürünənlərlə qidalanır. Hücum adətən yuxarıdan və gözlənilməz anda edilir. Güclü pəncələri və iti dimdiyi ovun dərhal zərərsizləşdirilməsini təmin edir. Statistikaya görə hücumların təxminən 60-70%-i uğurlu olur ki, bu da yırtıcılar arasında çox yüksək göstəricidir. İnsanlar şahinlərdən minillərdir istifadə edir. Şahinçilik qədimdə ovçuluq və status göstəricisi idi. Bugün isə daha çox mədəni və idman məqsədi daşıyır. Orta əsrlərdə bir təlimli şahin bir kəndin illik gəlirinə bərabər qiymətə satıla bilirdi. Şahinlər ekosistemdə tarazlığın qorunmasında mühüm rol oynayır. Onların azalması gəmirici və digər kiçik heyvanların sayında ciddi artıma səbəb ola bilər. Bu səbəbdən bir çox ölkədə şahinlər qorunan növlər siyahısına daxildir və təbiətin canlı balans mexanizminin ayrılmaz hissəsi sayılır.